Tirana bu səhər yağışlı bir havaya oyandı. Paytaxt bir tərəfdən səhərdən yağan aramsız yağışla islanarkən, digər tərəfdən diplomatik ab-havaya bürünmüşdü. Albaniya növbəti dəfə Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi edirdi. Tədbirə hazırlıq səhər saatlarından başladı. Sammitin keçiriləcəyi ərazidə səhərdən etibarən yerli və xarici media nümayəndələri toplaşır. ARB 24 TV-nin də əməkdaşları daxil olmaqla bir çox media nümayəndələri yağışın altında yerlərini tutaraq liderlərin gəlişini gözləyirlər. Tədbirin rəsmi açılışından öncə Albaniyanın milli musiqisi eşidilir. Səhnəyə milli geyimdə rəqqaslar daxil olur. Yağışa baxmayaraq, rəqqaslar səhnəyə çıxaraq, musiqi sədaları altında milli rəqslərini nümayiş etdirirlər. Rəngarəng geyimlər, ritmik hərəkətlər və yağış bir araya gələrək açılışa xüsusi ab-hava qatır. Milli rəqslərin ardınca qarşılanma mərasiminə start verilir. Sammitin keçiriləcəyi məkanda liderlərin gəlişi üçün qırmızı xalça da göz oxşamaqdadır. Diqqətlər bu qırmızı xalıya yönəlir. Avropa Siyasi Birliyinin 6-cı zirvə görüşünün keçirildiyi ərazidə, yəni Tiranada İskəndər meydanındayıq. Artıq zirvə görüşünün başlamasına dəqiqələr qalıb, son hazırlıq işləri yekunlaşıb, liderlərin keçəcəyi qırmızı xalı sərinib. Eyni zamanda daha sonra, qarşılama mərasimindən sonra həmin ərazidə ənənəvi ailə fotosu çəkdiriləcək və bütün bunları lentə alacaq olan jurnalistlər də artıq yerini alıb deyə bilərik. Bir neçə dəqiqədən sonra 45 ölkənin dövlət və hökumət başçılarının bu əraziyə gəlib önəmli mesajlar verəcəyi gözlənilir. Avropa ölkələrinin dövlət və hökumət başçıları bir-bir tədbir məkanına daxil olurlar. Onları qırmızı xalça üzərində Albaniyanın baş naziri Edi Rama qarşılayır. Sammitə gələn liderlər onlar üçün ayrılan avtomobillərdən düşərək qırmızı xalı ilə irəliləyir. Kimi çətirlə müşayiət olunur, kimi də ondan imtina edərək iri addımlarla baş nazirə doğru hərəkət edir. Qırmızı xalça üzərində görünən növbəti lider prezident İlham Əliyev olur. O, qırmızı xalça ilə irəliləyərək Edi Rama ilə səmimi şəkildə görüşür. Liderlər bir-birini qucaqlayaraq salamlayır. Mərasimin ən çox diqqət çəkən anı İtaliyanın baş naziri Giorgia Meloni qırmızı xalıya daxil olanda yaşanır. Albaniya lideri protokoldan kənarlaşaraq gözlənilməz jest edir. O, baş nazirin qarşısında diz çökərək onu salamlayır. Giorgia Meloni əvvəlcə bir qədər təəccüblənsə də dərhal gülümsəyir və zarafatla qarşılıq verir. Liderlərdən bəziləri salamlaşdıqdan sonra yağışın altında onları gözləyən jurnalistlərin suallarını da cavablandırır. Çok şey bekliyoruz. Beraber kardeşimle Arnavutluk'tan tüm dünyaya barışı seslendireceğiz. Liderlər ARB 24-ün mikrofonuna eksklüziv açıqlamalar da verir. Bu çox önəmli təşəbbüsdür. Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasındakı konsultasiyalar çox vacibdir. Düşünürəm ki, bu hər üç ölkə üçün də çox mühümdür. İndi komandamız İstanbuldadır. Ümid edirik ki, irəli addımlarımız olacaq. Xalqla birlikdə əhvalımız çox yüksəkdir. Onların atəşkəsə razılaşması üçün bir günləri var. Atəşkəs hamı üçün önəmlidir. Günün sonunda nə olacağını bilmirəm. Komandamdan əlaqədəyəm. Düşünürəm ki, bəzi xəbərlər olacaq. Daha sonra liderlər tədbir məkanına daxil olaraq foyedə bir-biri ilə səmimi söhbətlərə başlayırlar. Ayaq üstə söhbət edənlər də olur, onlar üçün ayrılan hissədə oturub fikir mübadiləsi aparanlar da. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin də müzakirə apardığı anlar diqqət çəkir. Diqqət çəkən daha bir məqam sammitdə xatirə imzalarının atılması olur. Hətta bunun üçün növbəyə dayananları da görmək mümkündür. Sorry. You have signed? I have not yet. Yeah, but we need. How you do? Thank you. All right.
Sammit iştirakçıları birgə foto çəkilişi üçün bir araya gəlir. Burada da imkan tapan liderlər bir-biri ilə həmsöhbət olurlar. Əvvəldən qeyd olunan yerlərini çətinliklə tapanlar da diqqətdən yayınmır.